Pisdir ki deyir, ürəyini geniş elə yağın aşa nə ziyanı. Çək sürməni xoşa gəlsin, gözə qaşa nə ziyanı. Od var olsun, su var olsun. Hər nə varsa qoy var olsun. Üst-üstə qoy divar olsun, ay mətanət. Daşın daşa nə ziyanı. Ay, heç nə, daşın daşa nə ziyanı. Başın başa nə ziyanı. Başın başa nə ziyanı, bəli. Bir müasir aşıqlardan danışırıqsa, mən gəncdir, bizim bu aşıq Namiq qardaşımı dəvət edəcəm. O da sevir improvizasiyalar etmək. Amma çox vaxt qəbul edilmədi. Amma niyə də pis alınmır axı, düz demirəm. O rəngarəngliyi də görmək lazımdır. İndi bəzi aşıq ifaçıları bəlkə də mənə qınayacaqlar, deyəcəklər ki, yox, belə deyil, elədir. Amma bir istiqamətdə də Telli xanım demişkən, yəni o lilin içində batmayaq da, bir balaca da dəyişiklik eləyək. Demirik ki, belə kökündən dəyişilir. Bir balaca deyirik, köklüyündə qalır. Aşıq Namiq qardaşımızı çağıram. Sazım şirman elinden, deraş telli sazım şirman elinden. Dur gelir kazağa bir salam verek, gel gelir kazağa bir salam verek. Vakifle bir yer taşıdır düzünde. Hay bana vakifle bir yer taşıdır düzünde. Ehmed o yerlere bir salam verek. Ay çox sağ ol. Gərək dərdiniz Gədəbəyə bir salam verək də. Nə Namiq? Dedim gərək dərdi Gədəbəyə salam verək də. Çünki mən... Demək olar, gedə o dağlara. Gedən Namiq gilə bir salam verək. Gedən Namiq gilə bir salam verək. Gədəbəyə bir salam. Ay Namiq, xoş gəlmişsən Çox sağ olun qardaş. Mətan xanım, mən sizləri salamlayıram, Sağ olun. tamaşaçıları salamlayıram, burada əyləşən tamaşaçıları salamlayıram. Eşq olsun sizlərə və gözəl musiqiçilərimiz Viktoriya qrupunu, qardaşımızı, Xalid də yaxşı saz salandı, dostumuzdur. Çox gözəl Gözəl musiqiçiləri və Telli xanımı da, təbii ki Telli xanım da, Telli xanımı da. Yarı yaraşığıdır. Yarı yaraşığı. Televiziya kanallarının yarı yaraşığıdır, həqiqətən. Sən necə ki mənə deyirsən, ekranda baxıram, əhvalım kökər. Mən də hansısa kanala baxanda, səni görəndə dayanıram o kanalda ki, sənə baxım, sonra çevirirəm. Sonra çevirirəm. Sənə baxıram, sonra çevirirəm. Mən sizə çox dərin təşəkkür bildirirəm. Buyurun, Bununla bu yeni sözü 3-cü səfərdir bununla bura qonaq gəlirəm. Mən bizim Azərbaycan kanalında şou verişlər var da digər kanallarda, amma şou deyil də. Amma mətanətin şousu həqiqətən sözün əsl mənasında bir nümunədir. Mən ona görə mənim ad günüm olanda, gözəl günlərim olanda həmişə birinci bura çıxır. Yeniliklərim olanda burada deyirəm ki, çünki bir nömrədir da, mətanət şou bir nömrədir. Heç olsun. Çox sağ ol Namiq. Namiq, Telli xanımla da danışdıq. Ümumiyyətlə, sazda improvizasiyalar etmək. Bəzən deyirlər ki, olmaz, saz belə sazlığında qalmalıdır. Yəni, sırf belə saza aid musiqilər, aşıq musiqiləri. Amma yenilik də yaxşı, elə deyil mi? Valla onu deyən sinifdə qalmış adamlar da 11 il birinci sinifdə oxuyublar da, elə ona görə elə deyirlər. Sən neçənci sinifdən neçənci sinifə keçdin? Mən elə birinci sinifdən 11 qədər olmuşum. Oxumusan mı? Niyə görə? Çünki ona görə ki, sazı sevdirmək lazımdır. Sazı gənclərə də sevdirmək lazımdır. Elə mən elə 72 saz hava var, ondan olmaz ki. Qədimiliyi də qoruyub saxlamaq lazımdır. Təbii ki, yəni biraz da improvizasiyalar eləmək lazımdır. Məsələn, mənim o bir neçə dənə ifalarım var, yenilikdir. YouTube'da ki, neçə milyon izləyici var. Neçə milyon izləyici var. Nə yenilikdir o? Yox, məsələn, Aytən olan, ondan sonra mənim başqa məsələn düetlərim var, oxuduğum mahnılar var, mənim ruhani döndərim var, milyonu keçir. İndi sən də görüm, sənə görə baxdılar ya Aytənə görə baxdılar? Hər kimizə görə. Yenilikdir, yeniliyə görə baxdılar. Bəli, yenilikdir. İlk dəfə onu mən etdim, ona görə də baxıldı, sevildi, seçildi. İndi burada nə ifa edəcəksən ki, biz də belə hay-hayla baxaq? Hə, burada mən indi çox gözəl, həm xalq havaları, həm aşıq havaları, bir neçə havaları yenə improvizasiya Papuri belə gedirək də, həm də improvizasiya. Həm də canlı olacaq. Gəlsin!
problem oldu. Bizim səs rejissorumuzun gündəliyinə indi 2 yazacağım. Heç nə olmaz. Yox, canlı ifadə. Əlbəttə ki, orada nəsə problem yaradı. Heç bir şey olmaz. Heç bir şey olmaz. Bir alqışlar gəlsin Namiqə. Heç nə olmaz. Heç bir şey olmaz. Nəsə orada səs rejissorunda nəsə aparatda dili yox, ağzı yox aparatın. Heç nə olmaz. Namiq, o qədər gözəl ifa eləyirdin ki, aparat da tab gətirə bilmədi. Aparat da tab gətirə bilmədi. Elə orada dayandı, eybi yoxdur. İndi onu da baxar uşaqlar ki, nə məsələdir. Namiq, bu cür gözəl ifa, amma çox zaman bir də görsən ki, tənqid atəşinə tuş gəlirsən. Qoy bir dəqiqə mikrofon verim. Bilirəm, reklamımızın vaxtıdır. Bir kəlmə. Paxıllıq eləyirlər, yoxsa necə? Sən kimi ifaçı yoxdur. Yox, valla, məni kimi ifaçılar çoxdur. Çoxdur. Namiqdən yoxdur. Onu siz dediniz. Namiqdən yoxdur. Reklamlara baxaq, danışacağıq. Reklamlara baxaq. Deyirəm, bir əl çalaq. Deyirəm, nətər gözə gəldik. Siz hiss elədiniz. Namiq nətər ifa elədisə, nətər gözə gəldisə uşaq. Hə, eybi yoxdur. Onu bu dəqiqə indi belə desək də bərpa edəcəklər. Amma mən bu göz mıncığını istəyirəm belə Rabilin yanına qoyum. Uşaqlara, mənim ifaçılarıma burada gözləyir. Qoy elə burada Vüsalın yerinə qoyaq. Vüsalın yerinə qoyaq. Hə, deməli belə, az sonra daha bir ifaçını bura dəvət edəcəm. Bu insan ümumiyyətlə çox peşəkardır. Söhbət əlbəttə Aşıq Avdıdan gedir. Özdə bir şey də deyim ki, bu şəxs Ozan Aşıq müsabiqəsinin laureatıdır. Hansı ki, az sonra, bir neçə belə saniyədən sonra dəvət edəcəm. Hələlik isə mənim əlimdə elə bu dəqiqə tapıntılar gətirdilər. Elə bir hazır dayanmışdı küçədə. Hamısı götürdü, gəldi bura. Deməli, Səfərli Vali Arifoğlu. Ay Vali, sənin şəxsiyyət vəsiqən bizdədir bala. Səfərli Vali Arifoğlu, Əliyev Tugay Əli Heydəroğlu şəxsiyyət vəsiqəsi və nəhayət Qasımov Müşfiq Şəmsioğlu hərbi bilet. Qasımov Müşfiq Şəmsioğlu hərbi biletiniz bizdə. Aha, amma bu tapıntıları biz bir neçə gün idi ki təqdim eləyirdik və sahibləri gəlib çatdı. Musayev Hacı Firudinoğlu, daha sonra burada var. Gəlsin qardaşımız. Burada var Əliyev Orxan Əbülfətoğlu və nəhayət bir dəqiqə bunu da baxım görüm kimdir ki, sahibləri gəldi. Sürücülük vəsiqəsi də var, hətta şəxsiyyət vəsiqəsi. Qocayev Qocaoğlu. Siz. Gəl bura. Qocayev deməli, Qocaevdir, düzdür. Hə, Qocaev, Qocaoğlu. Həm öz adında, həm atanın adı. Nə gözəldir, nə çox gözəl. Deməli, bax, burada sürücülük vəsiqəsidir bala, şəxsiyyət vəsiqəndir. Bu vəziyyətdə bizə gətirib təqdim etmişlər. İndi mikrofonu yaxınlaşdır, de görək, bunun içində pul var idi, yoxsa yox? Var idi, amma az miqdarda. Az miqdarda, o miqdarını da götürüb aparıblar. Dayında neyini et, götürüblər. Əsas odur ki, sənətdir. Hə, bu sənətləri, xüsusən də sürücülük vəsiqəsi uzadacaqdılar. Nəsə, baş ağrısı olacaqdı. Buyur, qardaş. Sizə və tapan şəxsə çox təşəkkür edirəm. Buyur, bizim borcumuzdur. Verilişimizin məqsədi budur ki, biz həm insanları şənləndirək, həm güldürək, həm marifləndirək, həm də bax bu cür yardım edək. Siz sağ olun. Buyurun. Aha, Musayev Hacım. Aha, bu sizin nəyinizdir? Mənim atamdır. Atanızdır. Musayev Hacı Firudinoğlu. Sizin öz adınız nədir? Aftandil. Aftandil. Aftandil İsrafilov. O dəqiqə yadıma düşür. Bizim dahi belə deyək də qarmon çalanımızdır, qarmon ifaçımızdır. Musayev Hacı Firudinoğlu. Hacı müəllim başqa heç nə itirməmişdi, şəxsiyyət vəsiqəsi idi. Buyur bala. Buyur. Sizə və tapan şəxsə təşəkkür edirəm. Buyur qardaş, buyur. Bu kimdir? Sizsiz. Bəs siz cavan oğlan niyə gəlmişsiniz? Sumqayıtmış. Notebook məsələsi. Bu dəqiqə ona da aydınlıq gətirəcəyik. Deməli, Əliyev Orxan Əbülfətoğlu sizsiz. Axşamınız xeyir. Orxan, burada sizin hərbi biletiniz də var. Ay aman. Burada metro kartı var. Pul var idi bala? Az miqdardaydı amma bilirəm. Az miqdardaydı amma götürüblər. Burada başqa nömrələr, nə bilim nə. Əsas odur ki, hərbi bilet. Şəxsiyyət vəsiqəsini də bərpa etmək olur. Amma hərbi bilet
itirilməsin. Buyur qardaş. Bunu tapan şəxsə sizə təşəkkürümü Buyur, bildirirəm. Çox sağ buyur. olun. Siz sağ olun. Hə. Aha, özünü təqdim et. Yusif. Yusif. Aha, Yusif. Biz bir iki həftə bundan əvvəl elan etdik. Taksidə qalmışdı səhv Bəli, etmirəmsə. Hə, taksi sürücüsü özü bizə gətirdi. Bir belə çanta idi, içində notebook idi. İndi bu mikrofonu saxla bala sən. Aha. Bu çanta. İndi sən mənə diqqətlə de görüm. Hə. Bunun içində notebook, bax göstərirəm. Budur. Baxın, diqqətlə baxın, çünki belə əşyalar olanda gərək hər şeyi, necə deyərlər, göstərək. Qoy mən açım, çünki sonra, bax, belə bir notebook idi, belə bir notebookdur, içindədir, heç belə çıxmayıb bu qutudan. Daha nə var idi, mən xahiş edirəm, onu da deyib bizə. İçində göy sarıska, bir də karsimi. İçində göy köynək. Köynək, bir də karsimi. Aha, göy köynək də var, qəhvəyi rəngdə də köynək var. Bəs salam bala, elə düz demisən, halal xoşun olsun, halal xoşun, sənin malındır. Çünki bir dəfə biz belə bir mal verdik, bir də görək, onu yola saldıq, o birisi gəldi ki, o mənim idi. Aləm qarışdı bir-birinə, sonra o birisi şəxsi təzdən biz geri qaytardıq. Öz aralarında aydınlaşdırdılar ki, yox, yəni yanlış olub, biz düz vermişik, biz düz təqdim etmişik, o biri digər şəxs bir balaca anlamayıbdır. Buyurun, çox sağ ol bala, siz sağ olun, heç nə itirməyin. Hə, deməli belə, mən qonağımı dəvət etmək istəyirəm, bir daha qeyd edim ki, Ozan Aşıq müsabiqəsinin laureatıdır, Aşıq Avdı, bizim verilişimizdə dəfələrlə olub. Xahiş edirəm, bir gürültülü alqışlar gəlsin, gəlsin, gəlsin bizim aşığımız. Gəlin, gəlin, göz mıncığı. 100 dəfə dedim ki, gözə gəldik, gözə gəldik. Xoş gəlmişsiniz, necəsiz? Buyurun. Çox sağ olun, axşamınız xeyir olsun. Axşamınız Əvvəl xeyir. onu deyim ki, mən Sumqayıt şəhərindən sizə qucaq dolu salamlar gətirmişəm. Yaxşı. Və bütün ekran qarşısında bizi izləyənlərin hər kəs salamlayıram. Hər vaxtınız xeyir Çox olsun deyirəm. Həmişə zamanlarınız sazlı sözlü olsun. Sağ olun və elə Sumqayıtdan o qucaq dolu salamı elə qəbul etdim ki, mənim üçün Sumqayıtın havası kimi gəldi. Çox sağ olun, təşəkkür sağ olun. edirəm. İfaya başlayaq və sonra da söhbətimizi davam etdirək. Başlasın. Olar mı? Alqışlayaq, alqışlayaq. İndi işləyəcək.
güneşi dallı sürdüreyim. Aman aman burada yallah yalım. Hele bak bu da kazanım oldu mu? Yay kazanım. İgitlərin köksüyle qorunub bəndi mərəsi. Koroğluyu andırır hər oğlunun nərəsi. Düşmənlərə məzardı qədim incə dərəsi. Dostların yolunda bir şam. Çıraqdı oğlum bura, qazaqdı oğlum. Əyil torpağından öp ana yurdum şıllın. Arzusu müqəddəsin, ürək şıllın. Əsrin vüqarı heykəl bax İsmail şıllının. Məhdi üstə qurulub kişilik taxtı oğlum. Bura qazaqdı oğlum. Ay nə gözəl, ay nə gözəl. Çox sağ olun. Qazaq bölgəsi o dəqiqə elə ifanı heç o sözləri deməsəydiniz də biz o dəqiqə başa düşdük ki, bu Qazaq bölgəsindən, bəli, bura Qazaqdır. Buyurun əyləşin. Bura Qazaqdır. Hə, mikrofonu da götürün. Orada var sizin üçün mikrofon. Mənə maraqlıdır. Namik, mikrofonu götür. Bax, Telli xanım da sazda ifa eləyir, yəni musiqi ilə, sözləri ilə oxuyur. Aşıq Avdı da. Səndə oxumaq yoxdur, səsin çatmır bala, yoxsa necə? Arada boğazımda biraz gərək biraz süddə zatdan içəm. Boğazın ağrıyır. Hamısı o bantikdəndir. O bantiki bura taxmısan. Nə bax, hamısı ondan qıcıqlandırır. Hə, biraz soyuqdur. Oxuyuram. Oxuyursan. Amma mən eşitməmişəm. Niyə? İlk dəfə sizin verişdə olanda birinci bir pafir oxudum sizin verişdə. Oxudun mu? Amma çox oxumuram, çox oxumuram. Səni solo ifaçısı kimi ən çox elə tanıyıblar. Bəli. Sən sağ əlini vur belimə. Xeyr verdi. Yenilikdən danışırıq. Ay Aşıq, ümumiyyətlə improvizasiyalardan bir neçə saz ifaçısı var ki, onlardan Namikdir. Sonra Aşıq Mübariz də var. Məsələn, onda da Fəzail, hə, çox gözəl. Əhməd Qasımlı var, Azər Xanlaroğlu var, gözəl saz çalanlarımız. Yəni onları mən Ali Quliyev var, Tovuzda bizim böyük sənətkarımız. Yəni çox improvizasiyalar eləyirlər. Mən bilirəm ki, sizdə bu əsl belə klassik saz ifaçısısınız. Bəyənirsiniz, amma səmimi cavab verin. Yoxsa məsəl üçün bir efirdə oturub baxanda çoxları deyir ki, bu nədir, qıcıq yaradır sizdə. Necə yanaşırsınız? Cileyli bəylər deyir, yaxşı təbib can incitməz, halal zəhmət hədər getməz. Aha. Bağbanı xəcalət etməz, barlı ağac barlı vədəsi. Yəni bar vədəsi. Yəni elə bir işlər görmək lazımdır ki, sintezdə eləmək olar, hər bir şey eləmək olar. Bugünkü gün yəni hər bir şey inkişaf eləyir, aşıq da inkişaf eləməlidir, yerində durmalıdır. Ancaq o kök qalmaq şərti ilə, yəni ora xəcalət gətirməmək şərti ilə. Aha. Və indi burada aşıqlarımız əyləşibdir. Yəni Namik qardaşımızdır, Telli Borçalıdır. Yəni Namik qardaşımız deyərdim ki 99% saz ifasıdır. Hə. Ayaqlarını saz ifasılarının adını çəkdilər. Onların hamısı yazı saz ifasıdır. Ancaq Namikin oxuduğunu mən görmüşəm, yəni oxumağı da var. Deyir, bizim verilişdə oxuyub, amma unutmuşam. Yox, indi toylarda zadda görmüşəm oxumağı. Telli xanım kimi, avda kimi oxumuram. İndi gələk, münasibə etiraf edəsən. Mən toya çağıranda, mən sazı qoşuram ora, toya hamı bilir ki, hamı durur, rəqs eləyir, biraz sonra qulaq asırlar. Mən oxusam, oxuyan da onu batırır. Namik, neçə saat ifa edə bilərsən? Vallahi, bax dayanmadan. Allahımız haqqı, tam səmimi deyirəm. Birdən elə toy olur ki, bir yarım saatlıq toya gedirəm. Yarım saatda çağırırlar. Orada 1 saat, 1 saat yarım dayanmadan ifa edirsən. Yəni, necə, hamı gözəl iti mahnılar ifa edirəm, hamı rəqs edir. Mən yarım saat oxuyamaram, təmiz deyirəm, amma 2 saat, 3 saat ifa edərəm. İti mahnı rəqs, xatırlayırsınızsa bizim qonağımız Mübariz müəllimi idi, səhv etmirəmsə. Orada bir balaca belə anlaşılmazlıq, yəni bir problem yarandı ki, Mübariz müəllim qeyd etdi ki, çox Mübariz Əliyev, konservatoriya müəllimi, çox böyük sənətkardır. Salamlayıram buradan, bilirəm ki, 100% aşıq mövzusu olanda hamısı, Ulduz xanımı salamlayıram buradan, aşıq əhlimanı
hamısını Aşıq Zülfiyə xanımı hamısını Nəinki aşıq ədaləti, mövzusu, hamısını. Mətanət, sizin bütün verilişləriniz izlənir. Təkcə aşıq sənətindən bağlı yox, bütün hansı bir proqram olursa, nəyi qoyursunuz o Mətanət xanım ATV-nin brendidir. Yaxşı, çox tərifləmir, çox tərifləmir. Bax, onda dedi ki, məsəl üçün, rəqslər, zərəslər, adətən deyirlər ki, saza rəqs etməzlər, sazı sadəcə oturub dinləyərlər. Məsəl üçün, orada bir mübahisə yarandı. Yox, niyə? Həmişə ulu ozanlarımızdan da, yəni o köhnələrdən də gələn adətlərənədir. Ruhani havasına hər zaman böyük ağsaqqallarımız oynayıblar. Rəqs edib, ağır. Rəqs eləyiblər, ağır. İndi bugünkü gündə bu müasir vaxtımızda, yəni bütün havalara oynanılır. O şıdırğı hava, əsas Şirvan aşıq havalarıdır da. Və oxumaqdan dediniz ki, yəni neçə saat ifa edirsiniz. Telli Borçalı ilə məclislərdə olmuşuq ki, var bizim o köhnə klassik aşıq havalarını, aşıqları istəyənlər var. Elə bir məclislər olub ki, axşam saat 8-dən 9-dan başlamışıq oxumağa. Aha. Bax, and olsun Allah, səhərə kimi, səhər 8-də, 9-da durublar, biz də yəni müxəmməsimizi oxuyub, məclisi duvaq qapma deyirlər də, məclisi bağlayıb, yəni durub getmişik. O da toy olmadı, o saz məclisi olub deməli. Saz məclisi. Aşıq məclisi olub, hə. Toydakı olur, indi gedirsən, birdən saz götürdün, indi bayaq rəqsdən dedi, Namik rəqs edirlər, yəni rəqs havalarını biz də çalırıq, oxuyuruq. Yəni rəqs havalarını çalıb oxumasam mən belə sevdirmişəm özümü. Mən hər efirə çıxanda birdən orada nə bilim bir hansı bir qəmli bir olur da, qısa olur da onu şənək sevirəm ki, ona görə mən mübarizin adını niyə çəkdim? Məsəl üçün bax bu şənbə Qız Atası serialı gedəcək. Orada elçilərdən biri də elə elçi gəldi. Mən gəlmək istəyirdim. Aşıq Mübariz gəldi. Bax mən elçi gəldim. Məndən qabağa keçdi. Aşıq Mübariz gəldi. Yəni mən bu insanı orada gördüm. Orada efirdən izləmişdim. Çox səmimi, çox belə xoş bir insandı. Həqiqətən gözəl insandır. Bizim o Ozan müsabiqəsində də məsəl üçün jüridə əyləşmişdi. Gözəl müəllimdir, gözəl. Məsəl üçün orada da elçi gəlmişdi. Nə bilim orada aləm qarışdı bir-birinə. Bu da durdu özünü göstərsin ki, biz qız verəcəyik ona ya yox. Yenə də sazı aldı, belə uzandı, durdu, getdi. Yəni bunu biz indi filmdə bu cür təqdim etdik. Efirdə amma çox vaxt görürsünüz ki, qınanılır. Aşıq Mübariz o Kəlbəcərli yoxsa? Aşıq Mübarizdə o belə-belə çalır, belə-belə. Hə, bax, məsəl üçün onun ifası qəbul olunmadı. Çox belə desək, tənqid atəşlər. Mübariz Əliyevi deyirsiniz siz. Yox, o belə sazda çalır. Yox, indi o da belə sevilib da, o belə ilə sevilib. Bilirsən, Mətanət, o düzdür, çox adamlar belə deyir, amma o özü də deyir ki, mən aşıq deyiləm, mən sazı belə ifa eləyirəm da, məsələn, istəmirlərsə də mənə baxmasın. Yəni, olarmı elə ifa etmək, ay aşıq? Yox, belə yox da, sazı belə filan, özü də deyir. Sazı sinədən aşağı olmaz. Hər zamanda böyük üstadlarımızın bu günü inkişaf edilib, köhnə zapisləri internet. Kim istəsə açıb baxa bilər. Yəni orada heç vaxt onlar sazı aşağı indirməyiblər. Yəni hər zaman sinədə olubdur. Saz çünki müqəddəs köhnə ulu dədələrimizdən, babalarımızdan qalan sazı barmağınla sevdirəsən, sənət göstərəsən da o bəzi hərəkətlərlə yox. Sənət göstərərsən. Bax buradasınız da, ikiniz də yanaşırsınız da, hə? O toy məclislərindən birində məsəl üçün Aytan xanımın oriental rəqsilə o da aylarla danışıldı. Onu necə qəbul edirsiniz ya yox? O toy məclisində olmamışdı. Namik qardaşımızın konsertində olmuşdu. Demədim toy məclis. Dedim ki, hansısa bir məclislərdən birində konsert edir. Yəni o olarmı? Qəbul edirsiniz mi? Namik qardaşımızın konsertində mən də olmuşdum. O cümlədən böyük üstadımız Aşıq Ədalət Nəsibov da olmuşdu. Yəni vallah mən ona elə pis baxmıram. Yəni çox gözəl də bir türk havası çalmışdı. Aşıq havası bilirsən Mətanət, bax deyirlər ki, Namik orada saz çalıb Aytən oynayıbdı. Aytənin vəzifəsi nədir? Rəqqasədir. Oynamaqdır. Yox, sadəcə yaraşdırmadılar, onu demək istəyirəm. Yax, bax, nətər olur ki, bax, məsəl üçün, Aytən deyir, mən ud da çalanda oynayıram, saz da çalanda oynayıram, zurna da. Aytən gözəl rəqs edir. Yəni, çox gözəl, mən buradan öpürəm, onu bağrıma basıram. Yəni ki, bilirsən, əgər Namik orada saz çalıb, Aytən oynayıbsa, bunun vəzifəsi oynamaqdır da, qurban olun. Mən bir dənə məclisə gedirəmsə, mən ora oxumağa gedirəm də, oynamağa gedirəm və yaxud nə bilim, saz çalmağa, şeir demək. Əgər aşıq havasına, üzr istəyirəm, mən aşıq havasına, deyək ki, bir dilqəmi havası
havasına, hansısa bir yanıq kərəminə mən saz havasına ifa eləsəydim, Aytən oynasaydı, mən də top atəşinə tutardım. Bilirsiniz, yo, söhbət Aytəndən getmir. Sadəcə oriental rəqs eləyəndə, yəni açıq-saçıq geyimlərdir də. Yəni Elə aşıqlar o vaxt, bu vaxt elə gözəllik xəstəsi olub. Eləmi, oriental rəqsi yaraşdırmadılar da, saza yaraşdırmadılar. Söhbət bundan gedir. Gözəldir. Mən də gözəllik görəndə aşıq coşur da. İndi sən de, bir dəqiqə. Bax, Namiq deyir ki, gözəldir. Onu tutalım ki, aşıq avdı ifa etsəydi. Top atəşinə tutarlar avdı. Çünki avdı aşıqdır, oxuyan aşıqdır. Mən saz solunu ifa etmişəm və elektron sazda onu ifa etmişəm. Həm də avdı yaradıcı aşıq. Deyir topa tutardılar. Bala səni ergədi 5-ə tutdular. O da elə qumbara kimi bir şeydir də partladı, nəyi lazımdır.
Süper. Teşekkür ederim Telli. Çok sağ ol. Ve bilirsiniz ki bizim Avropa oyunları ile bağlı elbette suallarımız olacak. Belə desə də Viktorina, dikkatli olun. Əziz burada mənim əyləşən o tamaşaçılarım, gözəl tamaşaçılarım. Kim Bioxen'den tapa bilmirsən? Siz yanınızda tapsanız brilliant. Vüsal Victoria grubuna, Vüsal'a teşekkür ederim. Çok sağ olun uşaqlar. Ve geri gelmişken bilirsiniz ki artık az kalır. Ve bütün ümumiyyətlə verilişlerimizi ATV kanalı olarak bütün verilişi gün üzündən başlayarak akşam hansı veriliş yekunlaşır. Her bir verilişte her bir aparıcı təbliğat aparır. Avropa oyunları ile bağlı gündəlik komandası da ki elbette ki istisnadır ve gördünüz karate ile başladı. Boksla qutarırıq. Bize ne var ki? Peki Avropa oyunlarını belə özümüze belə adımıza layık yola verək və qızıl medalların çoxu deyə hamısı indi düzdür alınmaz, amma çoxunu istəyirik ki, bəs bizim Azərbaycan idmançıları əldə etsin. Maraqlı bir süjet yenə hazırlanıb. Flashbomb-dur nəsə. Baxaq hazırdır Narıçka. Baxaq bir balaca süjetdir. Baxaq. Flashmob yalnız Sabah qrupu tələbələrinin Bakı 2015-ə dəstək üçün alınmışdı. Mənə elə gəlir ki, uğurlu oldu. Əsas məqsədi monotonluqdan uzaq həyat tərzini insanlara çatdırmaq və ən əsası Bakı 2015 Avropa oyunlarına olan dəstəyimizi bildirmək idi. Ümid edirəm ki, hamını əyləndirə bildik, özümüz də çox əyləndik. Flashmobu elədik və insanların həm ilk növbədə üzündə təbəssüm yaratmaq üçün, ikinci məsələ isə Bakı 2015-ə öz dəstəyimizi bildirməyə çalışdıq. Biz Sabah qrupu tələbələriyik, Sabah könüllüləriyik. Yəni bizim bundan başqa qarşıda çox aksiyalarımız, tədbirlərimiz olacaq. Hamı dəstək olmalıdır. Bax, o balaca uşaqlardan tutmuş, yaşlı nəslimizə qədər və 91 yaşlı bizim o Böyük Vətən müharibəsindəki o anamız, o gözəl nənəmiz, 75 nəvə nəticəsi vardı. Tacirə xanım, o qədər xoşuma gəldi. Belə optimist bir xanım idi, nəvəsinin əlindən tutub, 91 yaşında bax, gedəcək Avropa oyunlarının açılışını izləməyə. Açılışdı, bağlanışdı. Bunları mütləq izləmək lazımdır. Aşıq Namiq. İzləyəcəksənmi Avropa oyunlarını? Bəs necə? Döyüşə hazıram. Bilirəm. Hansı idman növünü sevirsən Namiq? Qaçmaq. Yüngül atletika. Qaçırıq. Sazı götürürük, qaçırıq. Gəlsin. Qaça da ifa eləyək. Ben Telli xanıma bir dost, bir nəfər xahiş edib ki, yazıb ki mesajda ki, Namiq bir şınıq təranələri ifa etsin. Şınıq tərənələri. İstəyirəm başqa ifa etmədiyim mahallar olsun, amma bir halda ki istəyirlərsə edək. İstəyirlərsə mütləq.
edirəm. Bu baxın. Namik afərin. Ümumiyyətlə bax bu cür ifanı necə sevməmək olar? Mən təşəkkür edirəm. Afərin sənə Namik. Çox sağ ol. Çox sağ ol. Bizim nə qədər vaxtımız qaldı? Aha. 4 dəqiqəmiz var. Onda çox az vaxtımız qalır. Yenə təbriklər qaldı. Amma bir ikisini heç olmasa deyim. Məsəl üçün bizim xalq artistimiz Mövlət Müslümovun nəvələri Mələk, Səna, Nüşabənin doğum günüdür. Bax onları təbrik edirəm. Zəhra balamızın 1 yaşı olur. Türkanda Zəhra Nicat qızının 8 yaşı olur. Babayev Hüseynin 1 yaşı olur. Bax onu təbrik edirəm. Kanadada yaşayan Eldar balamızın 6 yaşı olur. Onu təbrik edirəm. Daha sonra Zəhra Ələkbərovanın 1 yaşı olur. Atası Baxış, anası Sevinç təbrik edir və yeri gəlmişkən bizim Zarbax Şəliyevin belə canı gözü olan onun əməkdaşı Sevincin də anasının Mülayim xanımın doğum günüdür. Çox təəssüflər olsun və Elmira həkimin bugün doğum günüdür. Mən onu istəyirəm deyim. Elmira xanımın, bax gördünüz, Elmira həkimin doğum günüdür. Onu övladları Əbülfəz və Leyla ürəkdən təbrik edir. Və kimin ad gününü təbrik etmədim. Sabah mütləq təbrik eləyəcəm. Bir də bu balaca qızımızın doğum günü də adı Fərqanədir. Bax onu da ürəkdən təbrik edirik. Dedim. Kimin ad günüdür? Bir dəqiqə. Kimin ad günüdür dediniz? Dedim axı Ləman və babası Raufun doğum günüdür. Onu da təbrik edirəm və nəhayət kimdir bu? Emil Məmmədov, aha, Qaxda yaşayan Rəşad, bacısı oğlu Emil Məmmədova salam deyir, ay belə yaxşı eləyir. Bir də bizim saz çalan mütləq deyim və sazla davam etdirəcək. Kimdir qardaş? Nüşabə həkimin də ad günüdür. Həkimlər başımızın tacıdır. Yaxşı həkimlər var, yoxsa sağlamlığımızın qayğısına necə qala bilərdiniz? Saz gəlsin, saz.